necə səbr etsin? Və ya bir kişi gedir bir xarici ölkəyə, iş dalınca 2 il, 3 il orada yaşayır, orada necə səbr etsin? Zinə etməlidir məkər və alternativ çıxış yolu olaraq siğəni ortaya atdılar və özlərini bu cür müdafiə etməyə çalışdılar. Və təbii ki, batil kəlmələrdir bu kəlmələr. Necə məkər cavan oğlan evlənənəcən necə səbr etsin? Onun bacısı necə səbr edirsə, qardaşı da elə səbr etsin. Necə məkər iş dalınca 2 il, 3 il xarici bir ölkəyə gedən kişi orada necə səbr etsin? Onun arvadı evində necə səbr edirsə, kişisi də orada elə səbr etsin. Məgər şəriətin hökmləri sən kişiyə görə gəlib, yoxsa qadın kişi ümumidir?